Eləcə Atalı Türk dünyası bütöv Azərbaycan ideyasını təbliğ edən, yazdığı bir-birində maraqlı əsərlərlə gündəmə gələn dəyərli yazarımızdır. Eləcə Atalı 19 noyabr 1966-cı ildə Neftçala rayonunun Xol-Qaraqaşlı kəndində doğulub. Orta təhsilini kənd məktəbində başa vurduqdan sonra təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib və Azərbaycanda kitabşünaslıq, yaranması, inkişafı, müasir mərhələ və perspektivləri adlı namizədlik dissertasiyasını müdafiəyə hazırlayıb. 12 yaşından şeir yazmağa başlayıb. Ədəbiyyata yeni fəlsəfi bədii miniatür janrını gətirib və bu janrda həmçinin hekayə, esse, mənsur şeir, publistika janrlarında yüzlərlə əsəri öz vətənində və xaricdə çap olunub və başqa dillərə tərcümə edilib. Yazar Atlara Güllə Atmayın, Azadlıq hekayələri, Tiqranizm Xocalıda kitablarının Qız və Quzğun, Naşəkilli mühasirə, Özünü gətir, Ağ gəminin kapitanı, Ənqa quşu uşaq əsərlərinin, Adamdan üstün, Paşa Qəlbinur biblioqrafiyası, Atilla'nın açıq pəncərəsi, Qum üstündə sərçələr, Milli monoloq, Gecikmiş oyuncaq, Bir udum azadlıq, Kərküklər, Təklənmiş türklər, siyasi məqalələr toplusunun Azərbaycanda ədəbiyyat formalaşması, inkişafı, müasir dövrü və meylləri adlı doktorluq işinin müəllifidir. İran Hizbullah zindanında Xomeyni və Xomeynizmin iç üzünü aşkarlayan, ifşa edən romanı böyük səs gətirib. İran Hizbullah zindanında romanı İnqilabın travması, 3 vəd 3 tələb, Qanlı orkestr, Həyata tabutda axtaranlar adlı 4 kitabdan ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan İran İslam İnqilabının təsadüf yoxsa zərurət olması suallarını cavablandırır. Eləcə Atalı 2007-ci ildən Stokholma köçüb. Hal-hazırda İsveçdə yaşayır, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə ciddi məşğul olur. O xaricdə Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi sosial mövzularla bağlı yaradıcılıq nümunələri ilə seçilir, tanınır. Qeyd edək ki, Eləcə Atalı PEN Beynəlxalq Yazarlar Birliyinin üzvüdür və o, Asif Ata Ocağının övladıdır. Asifçilik əqidəsinə sahibdir. Eləcə xanım Atalıya can sağlığı, yaradıcılıq yollarında uğurlar diləyirik.